Salamünaleyküm. Əziz dostlar, bu balımız gedir Hacıqabula. Bu balımız gedir Şirvana. Xaçmazda da sifarişimiz var. Yəni rayonlara da sifariş götürürük bundan sonra. Həftənin birinci günləri, ikinci günləri rayonlara sifariş göndərərəm. Amma bu qeyd edim, Hacıqabul, Şirvan, Quba, Qusar, Xaçmaz bu bölgələrə göndərirəm. Yəni kim istəsə mənimlə əlaqə saxlaya bilər. Çatdırılma pulu, yəni 5 manat taksilər alır. Onu mən ödəmirəm, alan adam ödəyir. Yəni rayonlara çatdırılma ödənişlidir. Taksi pulunu siz verirsiniz. Amma aparıb taksilərə mən çatdıra bilərəm. Ballarımız hava isti olduğundan biraz durudur. Yəni bilənlər bilir ki, havalar isti olanda bal biraz qatılığını itirir. Və mənə etibar edən şəxslər, mənə güvənən şəxslər zəng gelib sifariş etsinlər. Xahiş edirəm, etibar etməyən insanlar nə məni yorsun, nə də özünü yorsun. Zaten 2 dəqiqə telefonla danışsaq, siz məni tanıya bilməzsiniz. Kim məni tanıyırsa, kim etibar edirsə, o insanlar bal sifariş versinlər. Sizə çatdırırım ki, şam balı da var satışda. Bu cür balonlara da doğrayıb çatdırırıq. Süzülmüş formada da var. Bu ramkaların içində gördüyünüz bu qara rəngdə olan şeylər, bunlar güləmdir. Bunlar güləmli ramkalardır. Yəni güləmin özü ayrılıqda 100 qramı 20 manata satılan bir şeydir. Kim üçünsə sual yaranırsa, ramkanın içindəki o qara nədir? O qeyd edim ki, güləmdir, arı çörəyidir. Allah razı olsun, Allah ruzinizi bol eləsin.